وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bu İbn Abbas'tan dediğine rivayet etmişim ya. Yani o bizim bildiğimiz sahaba İbn Abbas. Ha, İbn Abbas ha. Onu mənfi təsir deyil ki. Öyle ravid de ola bilər, axırda Allah'tan qorxur deyir də nəsə. Etiraf edir bəzi şeyləri. Yani aslında onu bizden nöqsan tutanmazlar ki İbn Abbas'a özləri deyirlər ki ondan görə rivayet edir. Yox, o ravidən gələn. O ravidən. Yəni o ravi deyir ki, mən ki İbn Abbas'dan rivayet etmişəm, onu rivayet etmə. O ravidən. Çünki yəni İslam dini o birisi dinlərdən nədə fərqlənir? Bizim dində sənədlərdən ibarətdir. Yəni demir filan kəs dedi. O birisi dinlərdə sənəd yoxdur. Sənəd elmi bir dənə İslamdadır. Və xüsusən də əhl-i sünnədə sənəd elmi. Başqalarında var, amma onlar rəayət eləmirlər çox. Məsələn, əhl-i sünnə sənəd elmində çox dəqiqli və ciddi yanaşır. Məsələn, baxsan müxaliflərin rivayətlərinə, sənəddə baxsan, ravi özü deyir ki, imam dedi ki, o yalancıdır, filan ki, onu barədə filan kəs deyib ki, Abu Zurara məsələn deyib ki, yalancıdır, yalancıdır, yalancıdır. Lakin ondan gələn rivayət müxaliflərdə ən yüksək rivayətlərdən biridir, səhihdir. Amma bizdə bir dənə şəxs desə, filan kəs barədə yalancıdır, onun hədisi artıq düşür. Şəxsdən sualı da olur. Hadisdə gəlir ki, səhih hədisdə Allah Subhanahu torpağı altın günü yaratdı, dağları bazar günü, heyvanları ağaza birinci gündə. Yəni o həmin gün Qur'an ayədə də keçir ki, sizin saydığınız minlə bərabərdir. Elə götürülür, yoxsa bizim bildiyimiz bu? Yox, bizim bildiyimiz kimi deyil 24 saat. Ya. Min ilə bərabər o gün. O mütəxminidir. Onu təyin eləmək çətindir. Allah yanında gün nə qədər Allah bilir. O sadəcə bizim üçün misal çəkilib. Aydın da. Ha. Sen xütbə soruşdun. Xütbədir bu. Bu qısa sualla mümkün deyil beni. O xütbədir, mühazir. Təbii ki, hər kəsin haqqları var. Yəni kişinin haqqı var. Qadın kişi öz əri üçün gərək çalışmalıdır ki, onun razılığını qazana. Allah Rasulun razılığını qazandıqdan sonra. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem necə deyib ki, o qadın ki, əri öləndə ondan razı idi, daxil olacaq cənnətə. Daxil olacaq cənnətə. Yəni, qadın üçün cənnətə girmək səbəblərdən biri ərinin ondan razı olmağıdır. Və həmçinin də ərini incitməmək, kömək olmaq ərinə, iffətin qorumaq və s. Evin sirrini yaymamaq və s. Uşaqların tərbiyəsinə fikir vermək. Həmçinin qadın üzərində, kişinin də qadın üzərində haqqı var. Məsələn, qadın da kişinin üzərində haqqı var. Məsələn, kişi də gərək adil ola, gərək yaxşı davrana öz qadınla, yaxşı davrana, zülm eləməyə. Yəni, təəssüf ki, bəzən kişilər görürsən ki, bayırda yaxşıdır, evə girir, öz qadınla yaxşı davranmır. Yaxşı davranmır. Çalışmaq lazımdır, çəkinmək, vurmamaq, zülm eləməmək. Zülm eləmək olmaz. Zülm qiyamət günü zülmətdir. Və qadınlar əmanətdir. Baxmaq lazımdır. Gərək hörmət ola, bir-birinizə hörmət eləmək, başa düşmək, uşaqların tərbiyəsinə diqqət eləmək, köməkli, ibadətdə kömək olmaq bir-birimizə. Çünki qadın zəif olsa, ər də zəifləyir, kişi də zəifləyir. Qadın təsirləyir kişiyə. Qadın güclü olsa, kişi də güclü olacaq. Ona görə qadından çox şahsıdır. Hətta fikir versək tarixə, böyük alimlərin məhz alim olmağında təşəbbüs anadan olub.
Ata olmayıb, ata ölüb, yetim olublar. İmam Buxaridir, başqalarıdır. Atalar olmayıb, yetim olublar. Uşaqkən ölüb ataları. Lakin analar düşüblər üstünə, oxuturublar və nə qədər belə alimlər var. Ananın təsiri. Lakin möhkəm olmaq lazım. Ailəyə möhkəm olmaq üçün kişi ilə qadın gəlir bir-birlərini hörmət eləsinlər, başa düşsünlər. Görürsən, kişi heç nədən istənir öz qadınla, olmaz elə. Və ya söymək qadını düzgün deyil, durub valideyndən söyürsən. Və ya məsələn, uşaqların yanında və ya vurmaq. Başı salmaq lazımdır, başı salmaq. Hərdən taxsir sən özündə olur. Yəni, mən siz yadıma salın, sualları problemlər nədir? Sualları soruşurlar bizdən. Görürəm ki, problemlər var ailələrdə, bəzən. Gerək olmaz, elə olmaz. Və hər bir kişi məsuliyyət daşıyır öz ailəsi üzərində. Necə Peyğəmbər sallallahu aleyhi ve sellem deyir. Kişi o kişidir ki, o yaxşı kişidir ki, öz ailəsinə yaxşı davranır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir. Aydındır? Aleyküm salam. Demişsiniz ki, cümzümə eləmək olar. Və qardaşlardan bəzində oturub, bəzində oturub, mahnı oturub. Ya, daha hələ də yoxdur, daşma olmaz. Yox, gəlməyib o vardı qadağan. O vardı qadağan gəlməyib. Belə zümzümə eləmək olar, ancaq belə mahnıya çevirmək və s. daha hələ oturub oxumaq, zat. Hansı filmdən oxuyur, Lap elə daşmaq lazımdır. Yəni, o vardı qadağan şey yoxdur, amma mahnı geçməsin də. Vaxtı və həmçinin onu sərf eləmək zat. Aydındır. Məsələn, qadınlara onlar dəfnən öz aralarında çalıb oxusunlar müəyyən həddə. Dəfnən. Aydındır, dəfnən olar. Amma bu kişilərə aid deyil. Qadınlara öz aralığında oynamaq olur. Öz aralarında. Biraz qəribə gəlir. Dansam, ola bilər, nəsə özünə aid. Belə hər bir millətin özünə aid bir şey var, xüsusiyyəti. Nəsə belə oturub belə eləyir, nəsə. Bir şey yoxdur, budur, bir şey yoxdur. Ya, daha çıxıb belə konsert verməyəsən. Bir qardaş desin, başa çıxmıyor. O deyir ki, tarixlər var. Məsələn, 7 gün, 6 günə yarattı. O barədə o təxminidir. Yox, bizim tarixdir. O dedi axı, məsələn, bir ayə var ki, 1100 min ilə bərabərdir. O misaldır, yəni bizə görə 70 il çox görsənir də. O misaldır. Çünki orada vaxtı olmur axı. Vaxt olmayacaq qiyamət günü. Ay, günəş yoxdur. Bizim 6 günə yaranır. Yox, 24 saatla yox. Sözcəsindən pul istəyir. Sözcəsi pul verəndə yoxsa, ondan ki, biraz şirinlik üçün bir ki, üstündə bir şey verərsən mənə. Yəni bu sələndən sağ... Necə, başa düşən, kim istəyir? Başa düşən. Basının zövcəsi, qardaş zövcəsindən pul istəyir. Kişi öz qadından pul istəyir. Qadın da pul verir, deyir üstündə verər. Öz aralarında söhbətdir də. Yəni şirinlik kimi, yəni versə Yox. Yox, borc verirsə, əgər pul qadınındır. Ərinə deyir ki, ala 10 manat, qaytaranda 15 qaytaracaq. Hələ olmasın. Hələ olmasın. Valla şirinlik ribadır o. Hələ olmasın, əgər borc verirsən. Deyir, ala, bilinmir nə qədədir. Qaytaranda biraz şey eləyərsən, artıq verərsən. Amma yox, kişi özü versin də artıq. Kişi özü versin. Yəni, 100 manat götürdü, onu 100 manat qaytaracaqsən. Ver 120, ver 120, 150. Qadın belə deyir ki, biraz onun yaxşılıq elə qutardı. Sən 100 verirsə sənə, 150 qaytarsa onun imkan olsa, qutardı.
Bilməsən cibindən girib götürür. Ha, gülüb götürə bilərlər. Onsuz da yatanda telefonuma da baxır. Hə. Hə, demə baxır, mənə baxa bilməz. Demə onu. Hə. Hə, mələklər üstündür yoxsa insanlar? O barədə düzə əslində o sual vermək. Hərdən görürsən sual verirlər. Mələk üstündür yoxsa insan? O çətindir demək. O barədə cavab yoxdur. Hərəsi öz yeri var. Mələklərin arasında hə, Cəbrail demək olar, Mikail. Amma məsələn, insanlar arasında hə, peyğəmbərlər demək olar. Aydındır. Amma hansı üstündür? Mələk, yoxsa insan, yoxsa cin? Vallahi elə ona sən Allah. Allah dərgahında ən üstünümüz təqvalı olanımızdır. Vəssalam. Quranda mələklər də cinlərin də Adəm peyğəmbərə səcdə eləməyin Allah subhanahu Yox, o Adəmin üstü olmağı deyil. O ona dəlalət eləmir. Hə. Başqa bir şey deyib, biz Adəm övladlarını bəşərdən yaratdıqlarımızdan üstünlüdür. Övlad kərramla... Yox, kərramla bəni Adəm. Hörmətdə etdik. Hə. Amma mələklərdən əfsəldir yox. Amma belə bir şey var da, hansın mələk İdris nə qədər ibadət edir Allah subhanahu wa İnsanın qıldığı şirkət sənin qıldığın etməyirdən çünki onlar səndən bir şey var. Onu bilmirəm. Onu bilmirəm. Sağ olun. Dünən zöhr namazının son sünnətində olmayan adam bu gün ola bilər. Sabahsı gün. Sünnəni? Misal üçün qılmıyor bunu, ya ilk sünnət, ya son sünnəni. Dünən olub? Hə, dünən. Qıla bilər. O niyyətdən qılır. Əslində həmən gün qılınsa yaxşıdır. Sünnət. Çünki gündəlik çalış heç olmasa 12 rükət olsun sünnət. İndi qardaş deyir ki, zöhrün axırıncı sünnətini qılamamışam. Yadımdan da çıxıb, bir gün yadıma düşür. Sən qıl. Bir gün zöhrü məsələn qılanda 2 yol sonra 4 qılardın. Amma o günə aiddir. Sünnətlərə. Çünki o fərz ola bilər. Hə? Fərz 2-3 gün ələm qılmamsan, qıla bilərsən fərzi. Sünnət elə deyil. Sünnəti qəza yoxdur. Deməli, zöhr namazı məsciddə zöhr girəndə 20 dəqiqə sonra qılır. Yol gəlirsən, yol gəlir. Ancaq gəlib fərzə ancaq çatdıracaq. Onda yolda maşın sürə-sürə sünnəti qılıb gəlib fərzi qılsa daha fəzilətdir, yoxsa gəlib fərzi qılıb sonra zöhrün sünnəti... Hansı namazda? Zöhr namazında. Yəni, gəl qıl burada. Gəl qıl burada. Gəl qıl burada. Fərzi qılım ondan... Hə, əgər çata bilməsən zöhrdə sünnətləri qılmağa. Gəldin, gördün, cəmaat namazı gedir. Qoşul, fərzi qıl, sonra sünnətləri 6 rükət qıl. 4 əvvəldə, 2 də sonra. Sünnət deyirlər və miniydən sünnətləri də olmalı. O, hə, o, məsələn, tutaq ki, gedirsən harasa, zaten onu meçidə gələndə yox da. Meçidə gələndə yox. Məsələn, bayırdasan, çöldəsən, hə, minidəsən, hə, sünnəti qıla bilərsən. Aydınlı fərzə düşürsən, sünnətləri isə minidə qıla bilərsən. Amma bura aid deyil də, məsələn, meçiddir, oradan gəlsən maşından, uzaq başı, qıla bilmədin, zöhrdən qabaq sünnəti, zöhrdən sonra qıl yenə. Ev yaxındırsa, amma sünnətləri evdə qılsan yaxşıdır. Ev yaxındırsa. Əgər o minikdə ilk təkbir üzvlüyə olmalı, yoxsa... Yox, şərt deyil. Şərt deyil. Mini sürən adam qıla bilir. Sürən adam yola baxmalı, yoxsa maşına aid. Əlbəttə yola baxsan, sürürsən səni. Deyib girərsən. Namaz 49'da deyəklər, adam gözlük bax. Hara baxacaqsan? Bir dəqiqə azandan, təqvimdəki olan azandan bir dəqiqə qabaq. İstəyirsən, saxla ver qırağı qıl yenə. Təqvimdə olan dəqiqədən bir dəqiqə, 2 dəqiqə qabaq bilmədən namazın olar. Təqvimdən qabaq, 1 dəqiqə qabaq. 1 dəqiqə, 2 dəqiqə bilmədən. Bu baxır hansı namazdır da. 3 namazı çalış, vaxt girsin. Sübhdür, zöhrdür, bir də məğrib. Qabaq, çalış, vaxt girsin sonra. Amma əsrdir, işadır, onlar cəmi etdiyini
qabaq qılmaq olar, ona görə olar heç. Amma zöhr, sübh, bir də məğrib. Gerək vaxt girə. Əgər kim 5 dəqiqə qabaq qılıbsa, təzdən qılmalıdır. 5 dəqiqə, 2 dəqiqə, 1 dəqiqə. 2 dəqiqə siz o nisbidir də, indi biz onu təyin edilməyəcək. Amma çalış qabaq qılmalı. Ya təqvimlə geyirsənsə, bax, 50-dədirsə 50-dən sonra qıl. Ya azanı eşit sonra. Əsasən də 3-ün. Ümumiyyətlə, çalış hamısı. Axırıncı sual. Sünnə namazını məsciddə qılandır. Gələn fərz namazına qoşula bilər. Sünnə namazı qılınır. Hə, biri məsciddə sünnət namazı qılır. Tək qılırsan, arxadan da gələn var. Onlar zöhrü qılmayıb. Və görürlər, sən namaz qılsan, görürlər, qoşurlar sənə. Sünnə təkbirlər sakit olurdu. Onda Sən biraz təkbir səslə ver biraz. Bir şey yoxdur. Ha. Yəni şərt deyil ki, niyyətlər eyni olsun. İmamla məmunda. Niyyət fərqi ola bilər. Axırıncı. Ya. Hə. gəlmişik məsələn bir yerə. Hə. Bir nəfər namaz qılır. Hə. Biz zöhrün fərzini qılmalı, amma sünnəti qılır, fərzi sonra qılacaq. Biz onu gözləyək, yoxsa qoşulaq məsələn zöhr namazı əsasında orada əvvəl sünnətlər var. O necə ehtimal olar ki, bu Yox, əgər zöhr təzə giribsə, gəldin görünür sünnət qılır biri. Zöhr təzə girib də, siz də sünnətlərinizi qılın. bu əsasən olur şeydə, müsəlmanlar. Yox, musalla o deməkdir ki, indi çox vaxt səfərlərdə olur. Amma ola bilər indi şəhərdəsən, musalla var. Gəlib girmirsən, görsən biri 2 rükət qılır. O sünnəti qılır. Əgər zöhr təzə giribsə, sən də gir sünnəti qıl. Belə təxmini də, təzə giribsə zöhr, deməli sünnətdir də, sünnəti qıl. Yaxşı, axırıncı. Hə, sünnətləri qıla bilərsən. Fərzi əgər yer çikilidirsə, hava soyuqdur, hə, onda belə düşmək fərzə yaxşıdır. Hə, hələ. Axırıncı yaxşı. Necə? Bir Mollami xəttatçılara görə rəddiyə verir piyasada. Danışır ki, niyə 1918-də girib Sabiyə və Sünnilər qırılır, ondan danışırız. Ondan sonra Mollami deyir. Mollami də danışır. Nə deyir ki? 1918-də girib orada Sünnilər qırılır, ondan danışırız ki, xəttatçılar. Yəni sünnələr qırılır ki? Osmanlı vaxtında Və dəqiq öyrən sonra. 18-də 17-də ermənilər gəlmişdi. Saudiyada. Onu dəqiqləşdir. Bəlkə o xavariclər qırıblar Kəbədə, o deyil. Nə bilim. Xavariclər zəbt edir. Yox, 18-də olmayıb baxın. Allah bilir qardaşlar. Onu Mollami'nin sözünü dəqiqləşdirin sonra.